Əziz müsəlmanlar, hamınızı Allahın salamı ilə salamlayıram. Bugün sizinlə bərabər İslam Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmin İslam dəvətinə başlayarkən müşriklərin ona necə mane olmağa çalışdığını oxuyacağıq. Deməli, müşriklərin metodlarından istehza, təhqir və təkzib metodları var idi. Onlar Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı bundan istifadə edirdilər ki, dəvətin qarşısını alsınlar. Məqsədləri Allahın dininə çağıranları rəzil vəziyyətə gətirmək, onları mənəvi əzaba düçar etmək idi. Onlar Rəsulullah sallallahu aleyhi və səlləmə böhtan ataraq onun dəli olduğunu deyirdilər. Belə dedilər: "Ey özünə kitab nazil edilən kəs, axı sən divanəsən." Əl-Hicr surəsi 6-cı ayə. Onu sallallahu aleyhi və səlləmi sehirbazlıqla və yalancılıqla ittiham etdilər. Onlar öz içərilərindən özlərinə Allahın əzabı ilə qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: "Bu yalancı bir sehirbazdır." Sad surəsi 4-cü ayə. Həqiqətən kafirlər Quranı eşitdikləri zaman sənə olan həsədlərindən və qəzəblərindən dolayı az qala səni gözləri ilə yeyərlər. Onlar sənin barəndə o divanədir deyirlər. Qələm surəsi 51-ci ayə. Rasulullah sallallahu aleyhi ve sellem zəif səhabələrlə oturub söhbət etdikdə müşriklər onları istehza ilə yanaşaraq deyirdilər: "Əcəba Allahın aramızda lütfünü görüb bəxş etdiyi kimsələr bunlar mıdır?" Ənam surəsi 53-cü ayə. Allah Teala buyurur: "Məgər Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?" Ənam surəsi 53-cü ayə. Həqiqətən günahkarlar iman gətirmiş kimsələrə dünyada gülürdülər. Möminlərin yanlarından keçərkən onları dolamaq məqsədi ilə bir-birinə qaş-göz edirdilər. Ailələrinin yaxın adamlarının yanına qayıtdıqda isə onları doladıqları üçün keyfləri kök qayıdırdılar. Onlar möminləri gördükdə, doğrusu bunlar haqq yoldan azanlardır, deyirdilər. Halbuki onlara, möminlərə nəzarətçi göndərilməmişdir. Əl-Muttaffifin surəsi 29-33-cü ayələr. Mutaffifin 29-33-cü ayələr. Görürsünüz də, yəni müşriklər belə, yəni möminlərlə, müsəlmanlarla necə lağ eləyirdilər. Və Allah da bunların etdiklərini açığa çıxardır və onları rəzil eləyir. Onlar elə zənn edirlər ki, bundan heç kəsin xəbəri olmayacaq, amma görürsünüz Allah yəni onları necə rəzil eləyib, rəzil rüsvay eləyib. Müşriklər təhqiri və istehzanı o qədər çoxaltmışdılar ki, bu hal Rəsulullaha sallallahu aleyhi və səlləmə də öz təsirini göstərirdi. Allah Teala buyurur ki, doğrusu biz onların istehzalı sözlərindən sənin ürəyinin qısıldığını bilirik. Hicr surəsi 97, yəni ürəyin sıxıldığını bilirik. Sonra Allah Teala ona sallallahu aleyhi və səlləmə rahat olması və sıxıntılarını dəf etməsi üçün yol göstərir. Sən isə Rəbbini tərifləyib şükür et. Subhanallah və bihamdihi de. Səcdə edənlərlə, namaz qılanlarla birlikdə ol. Və sənə yəqin ölüm gələnədək Rəbbinə ibadət et. Hicr surəsi 98 və 99-cu ayələr. Əvvəldə isə uca Allah istehza edənlərə qarşı öz rəsuluna kifayət etdiyini xəbər verir. Şübhəsiz ki, istehza edənlərə qarşı biz sənə kifayət edərik. O kəslər ki, Allaha qarşı başqa tanrı şərik qoşdular. Onlar başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini mütləq biləcəklər. Hicr 95-96. Həmçinin Allah Teala onların bu əməllərinin özlərinin başına bəla olacaqlarını da xəbər verir. Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv edəcək. Daha doğrusu məhv etdi. Ənam surəsi 10-cu ayə. Şübhə oyandırmaq, yalan təbliğat etməyə başlayan artıq müşriklər bu sahədə təcrübə yığmışdılar. Quran haqqında şübhə yaratmaq üçün müxtəlif iftiralara əl atırdılar. Bəzən Muhammed bunu gecə görüb, gündüz oxuyur sallallahu aleyhi ve sellem deyərək, Quranın mənasız yuxular, Ənbiya 5-ci olduğunu iddia edirdilər. Bəzən isə onu özü uydurmuşdur və ya bunu ona bir bəşər öyrədir, deyirdilər.
Həmçinin kafir olanlar bu Quran onu Muhammedin sallallahu aleyhi ve sellemin uydurmasından başqa bir şey değildir. Ona bu işdə başqa bir tayfa, Yahudilər kömək etmişdir, deyirdilər. Onlar həmçinin bu qədimlərin əfsanələridir, yalan sözləridir. O Muhammed onları Yahudilərə yazdırtmışdır. Əzbərlənməsi üçün səhər axşam özünə oxunur, dedilər. Əl-Furqan surəsi 4-cü 5-ci ayələr. Bunlar hamısı Quranda keçən ayələrdir. Allah müşriklərin qəlbindən, gizlində etdiklərindən, gizlində fikirləşdiklərindən, gizlində dediklərindən xəbər verir. Bəzən isə belə bir yalan yayırdılar ki, güya kahinlər kimi Muhammedə də cin və şeytanlar xəbər gətirir. Subhanallah. Ona Quranı öyrədirdilər. Lakin Allah Teala onların bu böhtanını rədd etdi. Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalancıya, günahkara nazil olarlar. Əş-Şuara 221-222. Yəni cinlər və şeytanlar yalancılara, günahkarlara nazil olarlar ki, siz Resulullah da sallallahu aleyhi ve sellem heç bir yalan və ya günah görməmisiniz. Belə olduğu halda siz necə iddia edirsiniz ki, Quranı cinlər və şeytanlar nazil edir? Müşriklər bəzən də Peyğəmbər sallallahu aleyhi ve sellem haqqında ona dəlillik üz vermişdir. Quranı əvvəlcə təxəyyülündə canlandırıb, sonra da onu gözəl və maraqlı biçimdə şeir formasına salmışdır. O şairdir. Dedikləri də şeirdən başqa bir şey deyil. Allah Teala onların böhtanlarını əsassız adlandırır. Şairlərə gəlincə onlara yalnız azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərcardan gəzib dolaşırlar. Yəni bu şairlər haqqında olan Quran ayəsidir. Şuara surəsi 224-226-cı ayələr aiddir. Şairlərə gəlincə onlara yalnız azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdən gəzib dolaşırlar. Hər tərəfə meyil edir, birini yalandan mət, digərini isə əbəs yerə həcv edirlər. Və onlar etmədikləri şeylər deyirlər. Şuara surəsi 224-226. Nəinki müşriklər, keçmişdəki müşriklər, hətta indiki şairlərə belə baxsaq, yəni Quranda deyilən bu ayələr aiddir həqiqətən də. Amma təbii ki, bu bütün şeirlərə aid deyil. Mənalı olan, gözəl şeirlər istisnadır. Bu ayə ona aid deyil. Amma bəzən görürsən ki, bəzi şairlər mənasız bu Quran ayəsində deyilən formada heç etmədikləri şeylərdən danışırlar. Yəni həqiqətən də bu pislənən tərəfidir şeirin. Amma məsəl üçün Nizami Gəncəvi kimi, digər şairlərimiz kimi şairlərin yazdığı şeirlər tərifə layiqdir. Amma bugünkü gün olan bəzi şairlər özlərinə şair deyirlər. Yəni çıxartdıqları şeirlərdə eynən bu Quran ayəsində deyildiyi kimi pislənir. Onlara yalnız azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdən gəzib dolaşırlar. Hər tərəfə meyil edir, birinci yalandan mət, digərini isə əbəs yerə və həcv edirlər. Və onlar etmədikləri şeylərdən deyirlər. Əş-Şuara surəsi 224-226. Həqiqətən indi də fikir versəz, yəni şairlər, o azğın şairlər, yəni etmədiyi şeylərdən danışırlar. Şairlərə xas olan bu üç vəsfin heç biri Rasulullah sallallahu aleyhi ve sellemdə yox idi. Əksinə o sallallahu aleyhi ve sellem və ona tabi olanlar doğru yolda olan dindar və müttəqi insanlar idi. Davranışlarında, başqaları ilə münasibətlərində, əxlaq və tərbiyələrində azğınlıqdan bir əlamət yox idi. Peyğəmbər sallallahu aleyhi ve sellem şairlər kimi vaxtını əyləncəli məclislərdə keçirmir, əksinə də insanları tək bir Rəbbə, tək bir dinə və tək bir yola çağırırdı. O sallallahu aleyhi ve sellem dediklərini yerinə yetirir, yerinə yetirdiyini də deyirdi. Şeir və şairlik isə ondan çox uzaq idi. Yəni şairlər kimi deyildi də Peyğəmbər sallallahu aleyhi ve sellem. Nə deyirdisə onu da eləyirdi. Təbii ki, burada bütün bəyalar dedim, şairlərə aid deyil. Bizim məşhur tarixdə şairlərimiz olmuş. Onlar İslam dinindən şeirlər yazıblar.
gözəl, mənalı şeirlər yazıb. Bunlar tərifə layiqdir. Ki, bugünkü gün ərəblərdə də var, yəni. Hətta səhabələrdən belə şeir deyənlər olub. Amma onlar mənalı şeirlər deyiblər. İnsanları dəvət edəcək, xeyirli əməllərə dəvət edəcək şeirlər yazıblar. Bugünkü gündəki kimi yox. Beləcə Allah Teala onların Qurana və Peyğəmbərə sallallahu aleyhi ve sellemə qarşı hər bir şübhə yaratmaq cəhdini tutarlı cavablarla rədd etdi. Onların ən böyük şübhə yaratmaq cəhdləri tövhid, Rasulullahın sallallahu aleyhi ve sellemin risaləti, ölülərin yerindən dirilib qiyamət günü hesaba çəkilməsi barəsində idi. Allah Teala Quran-ı Kərim vasitəsilə bütün bu şübhələri aradan götürmək üçün hər mövzunu müxtəlif yönlərdən izah edir. Müşriklərin ibadət etdikləri tanrıların batil və aciz olduğunu sübut edirdi. Bəlkə də bu onların qəzəbinin artmasının və müsəlmanlara qarşı sərt mövqe nümayiş etdirmələrinin səbəb olurdu. Risalət barəsində şübhə yaratmaq cəhdlərinə gəlincə, onlar Muhammedin sallallahu aleyhi ve sellemin doğruluğunu, əmanətə sadiq qaldığını və son dərəcə xeyirxah olduğunu etiraf etmələri ilə yanaşı hesab edirdilər ki, Peyğəmbərlik şərəfinə bəşər övladı yiyələnə bilməz. Onların inanclarına görə insan Allah tərəfindən elçi kimi göndərilə bilməz. Buna görə də Rasulullah sallallahu aleyhi ve sellem Peyğəmbərliyini elan edib, onları imana səsləyəndə onlar bunu inkar etdilər. Müşriklər dedilər, bu necə Peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır. Əl-Furqan 7-ci ayə. Onlar dedilər ki, Muhammed insan övladıdır. Allah heç bir bəşərə bir şey Quran nazil etməmişdir. Ənam surəsi 91-ci ayə. Allah Teala onların iddiaları rədd edərək bildirdi ki, Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı, Tövratı kim nazil etmişdir? Təbii ki, Allah. Onlar özləri də bilirdilər ki, Musa insan övladı olmuşdur. Həmçinin digər bir ayədə buyurulur ki, bütün qövmlər onları dəvət etmiş, peyğəmbərləri inkar etmişdilər. Peyğəmbərləri də onlara belə cavab vermişdir. Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı? Allah günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər ömrünüzün sonuna kimi möhlət vermək, sizə əzabla deyil, öz əzəlinizlə öldürmək üçün imana dəvət edir. Onlar demişdilər, siz də bizim kimi adi bir insansınız. Peyğəmbərləri onlara cavab verərək demişdir. Bəli, biz də sizin kimi adi bir insanıq. Lakin Allah öz bəndələrindən dilədiyinə nemət, peyğəmbərlik bəxş edər. İbrahim surəsi 10-11-ci ayə. Peyğəmbərlik insan övladına xas olan bir vəzifədir ki, Allah onu qulları içərisindən istədiyinə verər. Belə ki, müşriklər İbrahimin, İsmailin və Musanın onlara Allahın salamı olsun, Allah tərəfindən göndərilmiş elçi olduğunu etiraf edirdilər. Lakin şübhə yaratmaq cəhdlərini davam etdirərək deyirdilər ki, Allah öz risalətini bəxş etmək üçün bu yetimdən başqa birini tapmadı mı? Subhanallah. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə deyirlər. Məkkədə, Taifdə böyük şəxsiyyətlər olduğu halda Peyğəmbərlik bir yetimə həvalə edilməlidir. Yəni, sual verirlər. Yəni, bunun nə dəxlisi var ki? Onlar dedilər, məgər bu Quran iki şəhərdən, Məkkədən və ya Taifdən olan böyük bir adama nazil edilməli deyildimi? Zuhruf surəsi 31-ci ayə. Allah Teala onların iddialarını rədd edərək buyurdu. Ya Rasulum, məgər sənin Rəbbinin mərhəmətini, peyğəmbərliyini onların paylaşdırırlar? Məgər sənin Rəbbinin mərhəmətini, peyğəmbərliyini onlar mı paylaşdırırlar? Yəni, vəhiy və peyğəmbərlik Allahın mərhəmətidir. Allah Teala buyurur. Allah peyğəmbərliyi hara, kimə göndərəcəyini özü daha yaxşı bilir. Ənam surəsi 124-cü ayə. Bəli, əziz müsəlmanlar, görürsünüz ki, yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin həyatında necə çətinliklər olub. Mən istəyirəm bu Peyğəmbər sallallahu aleyhi ve sellem həyatını davam elətdirim. Bundan sonra da ardı gələcək inşallah. Subhanəkallahumma və bihamdik, əşhədu an la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyk.